Hər kəsə salam. AYQ final 2025 suallarının izahına baxırıq. Bu AUPS formasıdır. Azərbaycan dilində olan tərcüməsini təbii ki paylaşmışam. İstəyən AUPS-dan da baxa bilər. Baxırıq ilk sualımıza. Deyir müəllim birdən 12-yə qədər olan 12-də daxil olmaqla ədədlərdən böyük bir kəsr düzəldir. O bəzi ədədləri sürətdə yazır və onların arasına hasil işarələri qoyur. Qalan ədədləri isə məxrəcdə yerləşdirir. Yenə də aralarına hasil işarəsi qoyur. Həm sürətdə, həm də məxrəcdə, yəni ədəd vardır. Deyir ki, mümkün qədər ən kiçik qiyməti tapmalıyıq. Bu tam ədəd olmalıdır həm də. İndi yazsaq 1 vurulsun, 2 vurulsun, 3, sonra 2-nin kvadratı. Bunu Legendr'dan da tapa bilərsiniz ki, hər birinə neçə dənədir. Sadəcə mən bu formada yazıram ki, hər kəsə anlaşıqlı olsun. 3-ün kvadratı 2 vurulsun 5, vurulsun 10'u yazdıq, 11, 2'nin kvadratı vurulsun 3. Bu formada yazırıq. Bu zaman alırıq ki, 3'dən 5 ədəd, 2'dən 10 ədəd, 5'dən 2 ədəd, 7 və 11 var. İndi baxın, buradan görürük ki, 7 və 11 heç nə ilə ixtisar olunmayacaq. Ona görə onlar mütləqdir ki, sürətli olmalıdırlar. Bunu iddia eləyə bilərik. Sonra 3 üstü 5'i mən parçalaya bilərəm 3 üstü 3-lə, 3'ün kvadratı kimi, çünki ixtisar getsin deyə. Sürətdə 4, 5, 8, 9, yəni 3'ün kubunu yaratmaq üçün 4, 5, 8, 9. Məxrəcdə isə olsun 1, 6, 2, 10, 12. Burada daha kiçik ədəd yaratmaq üçün burada 3 dənə 3 var. 3'ün kvadratını silək. Burada da 2 dənə 3 var. Bunlar ixtisar gedəcək və sürətdə 1 ədəd 3 qalacaq. Bunların hamısı ixtisar gedir. Sürətdə sadəcə qalacaq 3 vurulsun, 7 vurulsun, 11. Bu da 231 eləyir və mümkün olan ən kiçik qiymət də elə budur. Aha. Keçək sual 2-yə. Gün 1, sual 2. Aha. Deyir, bütün elə 4 cüt natural ədəd, ardıcıl cüt natural ədədləri tapın ki, onların hasillərinin kvadratı onların kvadratları cəminə bölünsün. Yəni 2n vurulsun, 2n plus 2, 2n plus 4, 2n plus 6. Bu hasilin deyir ki, bu hasilin kvadratı tam bölməlidir bunların ayrı-ayrı olan kvadratları cəminə. Üstə gələk 2n plus 4'ün kvadratı üzərinə gəlsin 2n plus 6'nın kvadratına. Bunu biz sadələşdirsək, yəni ikiləri mötərizə xaricinə çıxarsaq, burada 2 üstü 8 ortaqdır. Bunu çıxarsaq, yekun olaraq burada alınır. N vurulsun, n plus 1, n plus 2, n plus 3. Aha. Bu kvadratı, bu tam bölünməlidir. Bunu da açsaq, yekun olaraq alınır 16n 48, 16n kvadratı 48n üzərinə gəlsin 56. Bu formada alınır və buradan da yenidən ortaq vuruq çıxarsaq, burada 32 qalacaq. Və gəlin bunları qruplaşdırma eləyək. N ilə n plus 3'ü, bununla da bunu qruplaşdırsaq və sadələşdirmə aparsaq, son olaraq belə bir ifadə alarıq. N kvadratı üzərinə gəlsin 3n vurulsun, n kvadratı üzərinə gəlsin 3n plus 2. Bu formada bir qiymət alırıq. Və bunun da son olaraq kvadratı tam bölünməlidir. 2n kvadratı üzərinə gəlsin 6n plus 7'yə. Burada gəlin bir əvəzləmə aparaq. Məsələn, n kvadratı plus 3n'ə bir t desək. 32 vurulsun, t vurulsun, t plus 2'nin kvadratı tam bölünməlidir 2t plus 7'yə. Bunu yəni bilirik. Və bunu biz açsaq, alarıq ki, yəni sadələşdirsək 16 vurulsun 2 yaza bilərik 32'ni. T vurulsun, t plus 2'nin kvadratı şəklində yazırıq. Bunu da biraz da sadələşdirsək, bunu yəni içəri atsaq 2 vurulsun, 4 vurulsun a vurulsun a plus 2'nin kvadratı şəklində yazıram. Bunu da təzədən yenidən parçalasaq 2a, 2'nin də mötərizənin daxilinə atsaq 2a plus 4'ün kvadratı şəklində yazırıq. Və indi buna gəlin biz baxaq
mod 2a plus 7 də baxırıq. Və mod 2a plus 7-yə əsasən 2t olsun. T plus. Eyni şeydə nə fərq var? A olsun lap. 2a plus 7-yə nəzərən baxsaq, bu mənfi 7 verir, bu da mənfi 3 verir. Yəni, ümumilikdə 21 verir və 21-in kvadratı qalır. Biz bilirik ki, 2a plus 7 təkdir. Ona görə qarşıda olan 2-ni boş veririk. Yəni, 21-in kvadratı tam bölünür 2a plus 7-yə. Baxın, son nəticə olaraq bunu aldıq. İndi mən əvəzləmə eləmişdim. Baxın, burada. T də A olsun. Aha, indi bu əvəzləməni gətirib yerinə qoymalıyıq. Bu əvəzləməmiz də nə idi? 2n kvadratı üzərinə gəlsin 6n plus 7. Deməli, biz burada 21-in bölünə biləcəyi ədədlər. 21-in kvadratı buna bölünürsə, indi bunu hansı qiymətlər ala bilər? Gəlin ona baxaq. 3 ola bilər, 7 ala bilər, 3-ün kvadratı ala bilər, 3 vurulsun 7 ala bilər, 7-nin kvadratı, 3 vurulsun 7-nin kvadratı, 3 vurulsun 7-nin, yəni 21-in kvadratı, 3-ün kvadratı vurulsun 7 və 7-nin kvadratı vurulsun 3. Uyğun olaraq bu ifadələri ala bilir. Və buradan gətirib yerinə qoysanız, mən hesablamışam, birbaşa yazıram, amma siz gətirib burada qoyub bir-bir bütün halları yoxlamalısınız. N mənfi 10, mənfi 7, mənfi 3, mənfi 2, mənfi 1, 0, 4 və 7 alınır. Yəni, bütün hallar bunlardır. Bu hissədir. Bu da deməli, məsələ 2 idi. İndi 3-ə baxaq. 3-cü sual həqiqətən maraqlı sual idi. Demək olar ki, 2025-in ən çətin sualı hesab oluna bilər. Əli və Vəli sualıdır. Deyir ki, Əli və Vəli daxilində sonsuz şar olan qutuda növbələşərək hər addımda müəyyən sayda şar götürürlər. İlk addımda Əliyə 30 ilə qarşılıqlı sadə olmayan K1 sayda şar verilir. Vəli isə ilk addımında bu şəkildə olacaq. K2 natural ədədini seçir və o qədər götürür. Sonraki addımlarda hər biri öz növbəsində yoldaşına olan şar sayı qədər qutudan şar götürür. Vəli başlanğıcda K2-ni elə seçə bilərmi ki, sonlu sayda addımdan sonra onlardan birinin əlində bunun misli sayda şar olsun. Bunun cavabı bəllidir. Gəlin isbat edək niyə? Burada bizim istifadə edəcəyimiz Fibonacci ədədləri olacaq. Belə ki, F0 0-dır. Hər bir i hansı ki birdən böyük bərabərdir. Bunun üçün bilirik ki, Fibonacci ardıcılığı F plus 1 bərabərdir. F üzərinə gəlsin, F çıxaq 1 bu formada olmalıdır. Gəlin davamına baxaq, ispat edək. İstənilən M natural ədədinə bölünən F0-dan fərqli həddin olduğunu ispat edəsək bitər. Yəni, iddiamız budur ki, istənilən M natural ədədinə bölünən F0-dan fərqli hədd var. İddia budur. İndi bu iddianı biz ispat eləməliyik. Unutmayın ki, hansı bir iddia verirsə, məsələn, iddia 1. İddia 1-in isbatı lazımdır. İddiaları mütləq ispat eləmək lazımdır ki, nə çatdırmaq istəyirik oxucuya. M-i birdən böyük götürək. Belə ki, F-imiz var, F plus 1 var, FJ və FJ plus 1 vardır. Bunları götürdük. Bunlar modemdə eyni qalıqları verir. Yəni, qısacası F-i bərabərdir FJ modemdə. Analoji olaraq F plus 1 də bərabərdir FJ plus 1 modemdə. Buradan görünür ki, buradan yazıram, mümkün qalıqların sayı M kvadratıdır. Yəni, bunu bildik. İndi burada i sonsuzdursa, i-nin yəni sayı sonsuzdur qədərdirsə, sonsuz sayda F plus 1 ikilisi vardır. Sonsuz sayda. İndi Dirichlet'ə görə elə A kiçikdir B-dən vardır ki, Dirichlet
elə bir hədlər vardır ki, aha, FA bərabərdir FB modem. Analoji olaraq FA plus 1 də FB plus 1 modem. Bunlar mövcuddur. Buradan əsasən deyə bilərik ki, FA çıxaq 1 bərabərdir FA plus 1 çıxaq FA. Yəni, baxın, bu. FA plus 1 çıxaq FA. Yəni, bu nədir? Demək, bayaq da istifadəyə Fibonaccidir. Bu da bərabərdir FB plus 1. Yəni, hamısının modu eynidir modemdə. FB, bu da bərabərdir FB çıxaq 1. Bunların hamısı modemdə eyni qalıqları verir. Yəni, bunu biz fərz elədik ki, elə bir ədəd mövcuddur. İndi davamına baxaq. Aha, davam edək. Yəni, buradan belə bir nəticə çıxır ki, hər hansı t böyük bərabər 1, yəni, sadə induksiya görə bunu deyə bilər. T böyük bərabərdir 1 olsa, FA çıxaq T, FB çıxaq T modemdə eyni qalıqlar verməlidir. İndi burada sadə bir əvəzəm eləyək, T-yə yəni A deyək. Keçidimiz budur. Aha, buradan alınır ki, FB çıxılsına bərabərdir F0, o da bərabərdir 0 modemə. Yəni, buradan görünür ki, F0, 0-dan başqa, yəni başqa bir böləni var da, FB çıxaq A. Yəni, M F0-dan fərqlidir və bu FB çıxaq A-nı yəni bölür. İndi gəlin burada belə bir keçidlər eləyək. Hər hansı bir K götürək. K-ya 2S deyək, K1-ə. Bu zaman K2 də olsun 3S. Yəni, indi Fibonacci'yə gəlirik. Baxın, 3 hal var. İndi bunları bir-bir göstəririk. F0, 0, F1S, F2S. Baxın, Fibonacci'dir bu. F3, 2S olacaq. Bu da dedik ki, bizdə K1'dir. F4 olacaq 3S. Bu da olacaq K2. Baxın, birinci halımız budur. Birinci hal buradan çıxır. Buradan i yazaq. Sonra i2'yə baxaq. İndi buradan K1'i götürürəm mən 3S. Vəli də olacaq. Vəli. K2, 5S. İndi burada yenidən ardıcılığı yazırıq. F0, 0, F1S, F2S, F3, 2S. Yəni, bax, bunların cəmi budur. Şimdi buradan F4'də S-lə 2S-in cəmidir 3S. Aha. F5, bu da bir K1'dir, bayaq dedik. Sonra F5 də olacaq 5S, bu da olacaq K2. Bu da növbəti bir həldir. Aha, bu da növbəti bir həldir. İndi keçək sonuncu, üçüncü həllə. Aha. Üçüncü həldə də K1'ə 5S deyirik. K1'ə 5S deyirik. Belə ki, vəlid olur K2 və olur 8S. Aha, yenidən yazsaq. F0, 0, F1 S, F2 S, F3 2S, F4 3S, F5 5S, bu da ki K1'dir. Uygun olarak bunun cəmdə F6 da olacaq 8S, bu da ki K2'dir. Buradan da analoji olarak son iki həlli də tapdıq. Bunlar da bunlar idi. Yəni K1 30-dan qarşılıqlı sayda olanda bu 3 hal ödənir və bu da Fibonacci-dən isbat edirik. Həqiqətən mürəkkəb və maraqlı bir sual idi. Keçək indi ikinci günün sual 1-inə baxaq. Aha. Deməli başlayaq. 3 hurulsun 3 ölçülü xanalarına 1-dən 9-a qədər olan natural ədədlər. Aha. Hər biri yalnız bir dəfə istifadə olmaqla ixtiyari qaydada düzülmüşdür. Cədvəldə 4 dənə 2 vur 2 ölçülü kvadratın xanalarındakı ədədləri
cəmləri azalmayan sıra ilə yazılır. Bu cəmlərin aşağıdakı natural ədəd dördlərin olması mümkünlüyünü müəyyən edin. İki halımız var. İkisini də yoxlamaq lazımdır. Və bunların hamısı da bölünüb hissələrə. 1, 2, 3, 9 hissə bu. 3. Deməli belə. İndi birinci hal mövcuddur. Hətta bunu çox yazandan sonra özünüz də tapa bilərsiniz ki, bu formada olsa A ödənir. Yəni bu mövcuddur. İndi B mövcud deyil, amma indi bunu isbat etmək lazımdır. Dan yazıram. Mövcud deyil. Amma indi bunu isbat etmək təbii ki lazımdır ki, tam bağlaq. İndi bunların cəminə, baxın, burada olan bütün 9 xanadakı ədədlərin cəminə bir S cəmi deyirik. Bu S kiçikdir 98-dən. Niyə? Baxın, bu mərkəzdə olan ədəd var ya, bu mərkəzdə olan ədəd 4 dəfə iştirak edir. Baxın, bir burada, bir burada, bir burada, bir burada. Yəni 4 dəfə iştirak edir. Sonra üçüncülərdəki 4 ədəd, baxın, bu yox, bu. Hərəsi bir dənə ikilidə iştirak edir, dörtlüdə iştirak edir. Baxın, hərəsi bir dörtlüdə iştirak edir. Yəni bu dördü də bir dəfə iştirak edir. Digərləri isə, baxın, bu digərləri isə hər biri 2 dəfə iştirak edir. Yəni digər yerdə qalan ədədlərin hər biri 2 dəfə iştirak edir. İndi bunu müvafiq olaraq yazsaq, S 4 vurulsun 9 üzərinə gəlsin, 2 vurulsun 8, 7, 6, 5 üzərinə gəlsin, 4 üstəcək, 3 üstəcək, 2 üstəcək, birdən kiçikdir. Bu da 98 edir. Buradan yəni dedik ki, 9 mərkəzdədir. Baxın, nəticə yazıram. Nəticə. Mərkəzdə olan ədəd 9. Üçüncülərdə olan ədədlər 1, 2, 3, 4. Qalanlar da başqa tərəflərdə. Onu yazmağa ehtiyac yoxdur. İndi gəlin olimpiadalarda ümumiyyətcə qeyd eləmişəm də, əsas istifadə olunan metodlardan biri də əksini fərz etmədir. Gəlin, buradan da yazıram. Fərz edək ki, belə dörtlülər əldə etmək olar. Fərz edək ki, olar. İndi bunların cəmi 98-dir. İndi bunlarda deməli ən az olan cəm nə olar? 1, 5, 6, 9. Bu cəmdə 21 eləyir. Baxın, bu cəm 21 eləyir. Amma burada olan cəmlərdə 20 də var. Ona görə buradan deyirik ki, belə bir dörtlülər, yəni belə bir ədədlər ikinci hal, yəni mövcud deyildir. Bu da son, deməli, ikinci günün ikinci sualının isbatıdır. Keçək maraqlı suallardan biri olan geohəndəsə sualına keçək. Burada şəkil var, onun üzərindən isbat edəcəyik. Deyir, T nöqtəsi mərkəzi O nöqtəsində olan deməli, omega çevrəsinin xaricinə bir nöqtə olsun. T, baxın budur. Deyir ki, T nöqtəsindən bu çevrəyə A və B nöqtələrində toxunan, baxın, A və B nöqtələrində toxunanlar çəkib. Düz xəttlər çəkib. TO düz xəttdə omeqanın böyük AB qövsünün C nöqtəsini kəsir. TO, hə. AB-ni C-də kəsir. Budur. Və bizə deyir ki, fərz edək ki, T nöqtəsi AC xəttinə çəkilən paralel düz xətt, yəni buradan AC-yə çəkilən paralel düz xətt CB parçasının Y nöqtəsini kəsir. Və TY şüası omeqanın kiçik BC qövsünü, budur, baxın, TY də bunu F-də kəsir. Bu da aydındır. Deyir, isbat edin ki, OY üçbucağının xaricinə çəkilmiş çevrə, baxın bu çevrə, deyir ki, bu çevrəyə, böyük çevrəyə toxunur. Yəni, omega çevrəsini toxunur. İki çevrə sadəcə bir nöqtədə kəsişərsə, bunlara toxunan çevrələr deyirik. Toxunanın, baxın, bunu öz hazırladığım sınaq da var idi. Orada da qeyd eləmişdim.
Toxunanın xassəsi odur ki, yəni bir çevrəyə maksimum 2 toxunan çəkmək olar və bunlar da bir-birinə bərabər olur və həmçinin tənbölün xassələri də vardır. İndi buna əsasən biz deyə bilərik ki, TA ilə TB bərabərdir. Toxunandılar. Buradan mötərizədən də yazaq. Toxunan olduqlarına görə uyğun olaraq bucaqlar da ATO-da BTO-ya bərabərdir. Bunu da qeyd edirik. Sonra baxın, burada görürük ki, TS, bax, bu da ortaqdır. Buradan yazıram, TS ortaqdır. Buradan nə çıxır? TAS ilə BAS, TBS, üzr istəyirəm, TBS bucaqları oxşardır. Yəni, TAS oxşardır bucaq TBS-yə. Uyğun olaraq da, baxın, BST də BST, həm də AST BAT-nin yarısıdır. BSA-nın yarısıdır. BSA-nın yarısıdır. Həm də burada dedik AST-də. Bayaq dediyimiz xassələr əsasında hamısı. Həmçində buradan biz bilirik ki, AS ilə də TY bir-birinə paraleldir. Paralelliyə əsasən də BSA ilə, yəni buna əsasən BSA ilə BYT də bir-birinə bərabərdir. Sonra burada biz bilirik ki, BST daxil çəkilmiş bucaqdır. BOT də BOT mərkəzi bucaqdır. Göstərək. BOT bir də dedik hansı? BST. BOT mərkəzi bucaqdır. BST də daxil çəkilmiş bucaqdır. Daxil çəkilmiş bucaq mərkəzi bucağın yarısına bərabərdir. Bunu bildik. Buradan da yəni bütün yazdığımız bərabərliklər əsasən BYT BOT-yə bərabər çıxır. Yəni nəticə olaraq bunu görürük. Və son olaraq da deyə bilirik ki, BYOT sayklikdir. Ən mühüm məqamlardan biri budur. Baxın, bunu qeyd etmək. BYOT sayklikdir. Hətta burada çəkib çevrəsi də BYOT-nin sayklikliyini tapdıq. Buradan da uyğun olaraq deyə bilərik ki, bütün bucaqları 90 dərəcədir. Düzdürmü? Bunların hamısı 90 dərəcədir. Bunu sayklikliyə əsasən, buna əsasən demək olur. İndi buradan nə çıxır? Buradan çıxır ki, bu OF diametrdir. İki çevrənin mərkəzi, baxın, iki çevrənin mərkəzi və F eyni bir xət üzərində yerləşir. Buradan da çıxır ki, F bu çevrələrə toxunur. Bu da 2025 AYG final suallarının 2025-ə düşən, yəni izahları və isbatları idi. Ümid edirəm faydalı bir video oldu. Bunun AOPS versiyası da, yəni ingilis dilində olan versiyası da burada var. Biz AYG ikinci sualı isbat eləməyi unutmuşuq. Bərabərsizliyi görəndə yadıma düşdü. Baxaq o suala. O sual çətin deyildi. Yəni normal bir bərabərsizlik sualı idi. Deyir ki, bu şərtləri ödəyən x, y, z müsbət həqiqi ədədlər üçün ən böyük qiymətini, yəni bunun maksını tapırıq. Buradan yazıb görərsiniz ki, x, y, z 1 olsa ən böyük qiymət 1 çıxır. Amma bunu qeyd etmək 2 bal deməkdir. Ona görə bunu isbat lazımdır təbii ki. Gəlin əkisini fərz edək. Bu deməli maksimum qiymət alması üçün bunların hər biri müsbət olmalıdır. Gəlin ya da ki ikisi mənfi, biri müsbət olmalıdır. Gəlin fərz edək ki, burada mənfilər mənfidir hamısı. Yəni 2x çıxaq y, z olsun mənfi. 2y çıxaq xz olsun mənfi. Bunları fərz edəsək, alınır ki, 2 vurulsun x plus y, z vurulsun x plus y-dən kiçikdir. Buradan da alınır ki, z 2-dən böyükdür və baxın, bu da ziddir. Baxın, buna ziddir, düzdürmü? Ziddir. Deməli, bunların hamısı nədir? Müsbətdir. Və unutmayın ki, bu AYM-GYM tətbiq eləmək üçün çox vacibdir.
Bu ayım C'im var ya, yəni ədəd orta böyük bərabərdir, həndəs orta. Bunu biz yalnız müsbət ədədlərə tətbiq edə bilirik. İndi burada x kvadratı bölü yz üzərinə gəlsin yz-də bunu ayım C'mi, yəni bunu tətbiq eləyəcək hamısına. Buradan alınır ki, bu ifadə böyük bərabərdir 2x-dən. Analoji olaraq nə çıxır buradan? 2x çıxaq yz kiçik bərabərdir x kvadratı bölü yz-dən. Baxın, bunu gətiririk. Hər birinə yazsaq bunu uyğun olaraq hər birinə yazsaq. 2y çıxaq xz y kvadratı bölü zx-dən və uyğun olaraq 2z çıxaq xy-də z kvadratı bölü xy-dən. Bunları da biz tərəf-tərəfə vururuq. Tərəf-tərəfə vursaq uyğun ifadə alınacaq. Yəni bunları tərəf-tərəfə vursaq 2x çıxaq yz vurulsun 2y çıxaq xz vurulsun 2z çıxaq xy kiçik bərabərdir. Burada uyğun ixtisarlar y kvadratlar, z kvadratlar, bunların hamısı ixtisar gedəcək, 1 qalacaq. Və buradan da göründüyü kimi ala biləcəyi maksimum qiymət 1-dir. Və indi həqiqətən də bitirdik sualları. Ümid edirəm faydalı olar və sabahki imtahanda hər kəsə uğurlar.